Ted Bundy, cazibədar qatil. O 20-ci əsrin ən cazibədar qatili idi. Gözəl görünüşlü, ağıllı, mehriban. Amma içində canavar gizlənirdi. In terms of a voice in his head. Qadınları aldatmaq üçün qolunu sındırır. Yardım istəyirdi. Sonra isə onları öldürürdü. Özü özünü məhkəmədə müdafiə etdi və hətta həbsxanada evləndi. Bundy is acting as his own lawyer. What is unusual to see is that many of the onlookers are women. Ted Bundy 30-a yaxın qadın öldürdü. Amma öz sözlərinə əsasən bu say heç vaxt bəlli olmayacaq. Sure you have the right guy. Son sözləri isə ailəmə sevgimi çatdırır. I'm just a normal individual. Axı bu qədər soyuqqanlı insan necə ola bilərdi? Bilmək istəyirsənsə YouTube-da Ted Bundy-yə çəkdiyim böyük buraxılışı izləyə bilərsən. Linki isə səhifəmin biosundadır. Xoş izləmələr. Növbəti videoların gəlməsi üçün də videonu bəyənin və səhifəyə takib atın.